Məmmədova Sevinç Ramiz qızı. Bakıda doğulmuşam. Ziyalı ailədə göz açıb, böyüyüb, başa çatmışam. Atam elmlər doktoru, professor, akademik. Anam da həmçinin əməkdar müəllimdir. Atam təbii ki, öz ixtisasına doğru məni çəkirdi ki, İnşaat Universitetinə gir, arxitektor ol. Anam isə həkim olmaq arzusu olub. Həyat elə gətirdi ki, biologiya fakültəsini bitirdi və qismətdən mən də Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil oldum. 2012-ci ildən mən müəllim kimi fəaliyyət göstərirəm. Günü bu günə qədər məktəbdə biologiya fənnini tədris edirəm. Bu illər ərzində məktəbdən ta ki universitet illərimə qədər qələm və kağızlar, eskizlər əlimdən düşmürdü. Hər zaman özəl bir tədbirlərə mən mütləq ki, eskizimi çəkər, tikdirib, geyinərdim və hər zaman da ona görə seçilirdim, fərqlənirdim və bunu mənə ətrafım, qohumlar, rəfiqələrim, tələbə yoldaşlarım deyirlər ki, Seva, sən bu işlə hobbi kimi yox, peşəkar məşğul olmalısan. Nədənsə açığı mən sadəcə hobbi kimi özüm üçün çəkirdim, yaradırdım, qohumlara, ətraf rəfiqələrim üçün çəkirdim ki, hə, bunu tikdirərsiniz, parçalara kimi məsləhət görürdüm. Düşündüm ki, bu sahədə nəsə etməliyəm. Elə oldu ki, 2012-ci ildə mən kiçik bir ateliye açdım. 2 dərzim var idi. Balaca bir yerdə artıq fəaliyyətə başladıq. 2 il yarım, 3 il fəaliyyət göstərdik. Təbii ki, ilk öncə yaxınlar, tanışlar gəlirdi. Daha sonra eşidən, bilən, belə deyim də, ətrafda dost tanış gəlirdi. Amma bu kiçik bir ateliye idi. Sonra elə oldu ki, təhsillə bağlı xaricə köçəsi olduq bir müddət. Ona görə mən yürüdə bilmədim bu ərəfədə bu işimi və dayandırdım. Xaricdən qayıdandan sonra müəllim kimi fəaliyyətimə başladım. Sonra blog səhifəsi açdım. Blog səhifəmdə dəbin yaranma tarixindən, harda, necə yaranıb, araşdırıb bunları paylaşmağa başladım Instagram səhifəsində. Buradan özümə də motivasiya olurdum. Çünki paylaşdıqca, araşdırıb bunları təqdim etdikcə özüm də həvəslənirdim. Bir müddət belə keçdi, düşündüm ki, yox, heç uzaqlaşa bilmirəm. İlk kapsul kolleksiya elədim. Geyimlərimin satıldığını gördüm. Daha da həvəsləndim. Çünki insan nədənsə başlamalıdır da. Bir çox influencerlər tərəfindən alındı, geyinildi, paylaşıldı hətta bunlar, təqdim etdilər və mən çox motivasiya aldım bundan ki, bizim Bakımızın zövqlü xanımları məni seçdisə, demək ki, nəsə var. Demək ki, mən daha da irəli gedə bilərəm, daha da gözəl işlər görə bilərəm. Mən bu ərəfədə başladım, moda kurslarına getdim, tikiş kursuna getdim. Çünki bu sahədə olan bir insan mütləq işi bilməlidir. Belə bir qərara gəldim ki, bir yerli brend açaq. Ad düşündük, daşındıq, çox fikirləşdim. Çox çətin bir prosesdir əslində bu prosesləri həyata keçirtmək. Ailəmlə məsləhətləşdim, çox yaxşı qarşıladılar. Brend adını Sevart düşündüm, həm öz adımla bağlı assosiasiya olsun deyə, həm də art, təbii ki, incəsənət, gözəllik, yaradıcılıq. Mənim brendimin yaranması 2016-cı ilə təsadüf etdi, amma mağazamızın açılışı 2017-ci ildə oldu. Onu deyə bilərəm ki, bu il bizim 10 illiyimizdir. 2016-cı, 2017-ci ildən biz bu günə kimi fəaliyyətdəyik. Fəaliyyətim zamanında bu müddətdə təbii ki, məlum məsələdir ki, biz 44 günlük müharibəni atlatdıq. Kollektiv olaraq dövlət bayraqları hazırladıq. Müəssisələrə ödənişsiz bayraqlar payladıq. Bir şey də qeyd edim, mənim qardaşım da işinlə bağlı, o da cəbhə bölgəsində idi. Dedi ki, heç nəyə bu dəqiqə ehtiyac yoxdur. Yağış yağırdı o ərəfədə. Bizə yağmurluqlar lazımdır. Biz öz kollektivimiz adından hazırladıq və əsgərlərimiz üçün cəbhə bölgəsinə çatdırdıq və bizim əsgərlərə paylandı. Çünki hal-hazırda onların ehtiyacı ona idi. Təbii ki, dövlətimiz hər bir şeylə bizim əsgərləri təmin edir. Ona görə deyirdi ki, çox şeyə ehtiyac yoxdur. Amma anidən yağış oldu, çatdıra bilmirik. Əgər nəsə etmək istəyirsinizsə, məsələ belə köməklik eləyin. Mən də düşündüm ki, əlbəttə ki, bu bizim əlimizdədir və o yağmurluqları hazırladıq, əsgərlərimizə payladıq. Bu da sadəcə bizim vətəndaşlıq borcumuz idi. Mən bu misalı niyə çəkdim? Yəni biz brend olaraq sözümü ona gətirirdim ki, müharibə gördük 44 günlük, daha sonra pandemiya gəldik. İstənilən bir sahibkar üçün, bir biznes insanı üçün bu böyük bir maneə oldu. Tək Azərbaycanda yox, dünyanın hər bir yerində bu maliyyə krizi olsun, insanların ruhdan düşməyi, yəni bunu biz hər birimiz yaşadıq. Amma buna baxmayaraq, mən deyərdim ki, mən ruhdan düşmədim və ayaqda qalmağı bacardım. 10 ildə artıq biz fəaliyyətdəyik və bu dövrlərdə belə biz, belə deyim də, alnı açıq çıxdıq bu ağırlıqdan, bu yükdən.
Neçə ildir ki, biz istənilən biznes sahəsində biraz çətinliyi görürük. Mən öz sahəmdən danışa bilərəm. Müəyyən saytların yaranması və o saytların artması da bizim işimizə hardasa təsir edir. Ucuz, keyfiyyətsiz geyimlərin satışı artıq çox əlçatan olubdur. Düşünürəm ki, bu da hardasa bizim biznesimizə təsir edir. Xanımlarımıza, dəyərli məni izləyən hal-hazırda müştərilərimizə və tamaşaçılarımıza onu demək istəyirəm ki, əziz və dəyərli xanımlar, özünüzü hər zaman dəyərli tutun, özünüzü qiymətli tutun. Çalışın hər zaman, təbii ki, imkan daxilində də. Gözəl geyinin, özünüzü sevindirin, özünüzü sevin ki, sizi də ətraf sevsin. Bizim işimiz gözəl xanımlarımızı geyindirmək, bədən formalarına uyğun geyim seçməyə kömək göstərməkdir. Bizim işimiz özəl sifariş olduğu üçün bu əl işidir, göz nurudur, əl əməyidir. Ona görə də sizdən də çağırışım odur ki, dəyər verək, qiymət verək. Hazırladığımız geyimlər, yəni tək mən özümü nəzərdə tutmuram. Yəni atelyedir, moda evidir, kutyerlərdir. Burada sırf bizdə əl əməyidir, göz nuru, əl əməyi. Ona görə izləyicilərimizdən və müştərilərimizdən xahişim odur ki, sadəcə qiymət verək. Həm özümüzə, həm bizim işimizə qiymət verək. Düşünürəm ki, bizim xanımlar artıq yavaş-yavaş qəbul etməyə başlayırlar. Çünki həqiqətən də belədir. Biz sizin istəyinizlə, sizin bədən formanıza, bədən tipinizə görə özəl olaraq geyimlər hazırlayırıq. Sizin nazınızı çəkirik, hər istədiyiniz dəyişiklikləri edirik. Bu isə hamısı vaxtdır axı. Vaxt da bilirsiniz ki, qızıldır. Mən iş fəaliyyətimdə belə deyim, bir çox ünlülərlə çalışdım. Aygün xanımla ilk işləməyə başladıq. İllərdir sənətini, özünü sevdiyim bir xanıma mən nə zamansa geyim tikəcəm, bunu heç ağlıma gətirməzdim. Bu mənim üçün həqiqətən də gözlənilməz, yadda qalan bir şey oldu ki, mən neçə ildir Aygün xanımla çalışıram. Televiziya aparıcılarından da çalışıram. Onlardan bir çox artıq mənim rəfiqələrimdir, dostluq münasibətimiz var. Bəlkə də bu mənim əziyyətimin və sənətimə olan sevgimin nəticəsidir ki, bugün Azərbaycanımızda olan ulduzlar bizi seçir. Təbii ki, bununla yanaşı da bizim çox gözəl müştərilərimiz var. Hansı ki, evdar xanımlar da var, onların sırasında müəllimlər var, həkimlər var. Bizim iş elədir ki, mütləq kiminsə üzərində görür, bəyənir. Biz müştəridən müştəri qazanırıq. Müştəri məmnuniyyətini gəldikdə isə bunu qeyd edə bilərəm ki, müştərilərlə işləmək əslində heç də asan bir şey deyil. Çünki hər cür insan var, hər cür xarakter tipi var. Müştərilərlə çox gözəl həmişə dialoqum alınır. Müştərilərimdən eşidirəm bunu ki, biz bura gələndə, sizin atelyenizə gələndə bizə o qədər xoş auraq, o qədər xoş atmosfer var ki burada. Biz heç gələndə çıxmaq istəmirik. Deyirəm, yox, paltar tikdirməsənsə, gəlin bir kofemizi, çayımızı için söhbət edək. Biz müştəriyə individual xidmət göstəririksə, təbii ki, müştərinin də nazını çəkməliyik. Bu artıq biz bu vəzifəni, bu peşəni özümüz seçmişik. Ona görə də hər bir halı ilə qəbul etməliyik. Bunu da qeyd edim ki, müştəri məmnuniyyəti hər zaman təbii ki, hər bir insana, əsasən də rəhbərə çox böyük sevinç gətirir. Bəzən də kənardan düşünürlər ki, paltardır da, sifarişini verdi, ödənişini aldı, getdi. Yox, inanırsınız, müştəri o paltarı geyinib gedənə kimi toya və ya hər hansı bir məclisinə. Gözüm qalır telefonda ki, mənə mesaj gəlsin ki, inşallah ki, hər şey qaydasındadır. Müştəridən artıq müsbət bir rəy görürəm. Ürəklər, böcəklər, gül çiçəklər mesajlarda görürəm. Ürəyim döyünməyə, çırpınmağa başlayıb. Oh, çox şükür, çox şükür. Hər bir müştəridə mən o həyəcanı, o stresi çəkirəm. Təbii ki, bu boyda zəhmət, bu boyda iş bir nəfərin işi deyil. Bu gözəlliklərin arxasında təbii ki, güclü bir komanda dayanır. Mənim işçi heyətim dayanır. Onların hər birinə təşəkkür edirəm. Çünki məsələ biz birlikdə birləşib bizim brendimizin adına uyğun, adına layiq geyimlər yaradırıq. Hər birinə də təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm, mənim əzizlərim. Kollektivdə işləmək, kollektivlə çalışmaq çox çətindir. Çünki hərə bir evdən gəlir, hər kəsin özünün şəxsi həyatı, şəxsi problemləri ola bilir. Amma mən hər zaman deyirəm ki, əzizlərim, çalışın ki, işə gələndə hər şeyi unudasınız. Tam rahat, açıq zehinlə özünüzü işə buraxasınız. Bizim də əlimizdən çıxan məhsullar ancaq pozitivlə də olsun. Problemlər bu qapıdan kənarda qalır. Bu qapıdan içəri keçdiksə hər şeyi unuduruq. Biz burada kollektivik və gözəl müştərilərimizi, gözəl xanımlarımızı qarşılayırıq. Onların qarşısına biz təbəssümlə çıxmalıyıq. Çünki bunu müştəri hiss edir.
Mənim işimə, peşəmə, həvəsimi və sevgimi ailə üzvlərim görür. Buna bələddirlər. Qızım da baxıram ki, hərdən gəlir ki, mama, bəlkə mən də dizayner olum, amma mən də dizayner olmaq istəyirəm. Dedim, qızım, əgər həvəsin, qabiliyyətin varsa, gəl yoxlayaq. Niyə də yox? Qızımda mən bu qabiliyyəti sezmişəm. Çünki qızım həm də 3 yaşından rəqslə məşğuldur. Respublika çempionu olub da oğlumla birlikdə bal rəqsləri üzrə və incəsənətə çox meyllidir qızım. Ona görə düşünürəm ki, mənim işimi məhz elə qızım da davam etdirə bilər. Təbii ki, gələcəkdə bu fikirdən daşınmasa. İşimizlə bağlı düşünürük ki, daha da önə gedək, xarici bazara çıxaq. Bu mənim ən öndə gedən arzularımdan biridir. Hətta biz Moskva bazarına çıxmışıq. Bu 10 ilimizə özəl bir kiçik bir açıqlamanı da məsələ bu verilişdə istəyirəm deyim. Brendimiz altında ikinci bir brendi yaratmağı düşündüm. Biz artıq analarımızı, qızlarımızı, bacılarımızı deyil də, hətta gözəl gəlinlərimizi də geyindirməyi düşünürük. Əslində özəl olaraq gəlinliklər də tikirdik, fəaliyyətimizdə bu olubdu. Amma artıq düşündüm ki, niyə məhz gözəl bir kolleksiya yaratmayaq? Məhz 10 illiyimizə özəl gözəl bir gəlinlik kolleksiyası yaradırıq ki, artıq gözəl gəlinlərimiz də bizim brendimizdən geyinib öz xoş günlərini daha da unudulmaz, daha da gözəl edə biləcəklər. Qeyd etmək istəyirəm ki, bizim qadınlarımız, Azərbaycan qadınları dünyanın ən gözəl xanımlarıdır. Sizə məsləhətim odur ki, özünüzü sevin, özünüzə dəyər verin, gözəl geyimlər seçin. Artıq 8 martdır, bayram münasibəti ilə də bütün xanımlarımızı təbrik edirəm ürəkdən. Demək istəyirəm ki, gəlin bizim butikimizdə geyinin, gözəlləşin. Bu özəl gündə fərqlənin bizimlə. Mən də bir dizayner olaraq əlimdən gələn qədər sizi gözəlləşdirməyə çalışacağam.